İnşallah 100K az qalmışam. Son 5K. Söhbət şeydən gelir də, TikTok'dan. Orada efsane edirlər də bunları. TikTok'da, ümumiyyətlə həm Instagram, həm TikTok'da bu yay 2 il olacaq. 2 səhifə atmışam da. TikTok'da Allah qoysa yaya qədər yəqin ki 100K-nı da keçərik. O 5K-nı yığmaqda elə çətin bir şey deyil. Bir-iki dənə yaxşı video tutsam 5K olacaq. Hə. Prosta mən bilmirəm necə qeyd edeyim onu. Ümumiyyətlə qeyd eləməyə lazımdır mı? Necə düşünürsünüz yəni bu barədə? Burada mangal salatım da var belə. Çox qəşəng düzəldirlər. Afadan zakaz edirəm bunlar mən. Ucu mənə tanıyırlar deyən oradan. Rahat da çatdırılmalı deyirlər, hamısı qəşəng. 3 dənə çörək qoyublar. Elə bilirlər yəqin uşaqlar da evdə. Yox, uşaqlar evdə yoxdur. Hər neysə. Instagramda deyəsən 35K-ya yaxındır, hə? Yəqin ki 1 ilə, uzağı 2 ilə Instagramda da 100K olaram. Bilirsiniz niyə Instagram gecikir? Çünki Instagramda mən 2 dəfə, 3 dəfə spama düşmüşəm. 1 il ərzində 3 dəfə spama düşmüşəm. Yəni spama düşəndə də kəşfiyyat bağlanır da, yəni. Ama TikTok'da yox. TikTok'da əvvəl düşürdüm, indi yox. İndi kurallara hamısına riayət edirəm də. Belə. Necə edeyim? Yaza bilərsiniz mənə rəylərdə. Mən YouTube'da atıram shorts kimi. Orada 5K yaxındır. Mangalsı çox acıdır.